Gəncə şəhərində yeniyetmə Elgün İbrahimovun qatilləri barədə məlumat verən şəxsə 20.000 manat pul verəcəm. Əlimdə hazırda 50 dənə 100 avroluqdur. 5.000 avro, yəni 10.000 manat pul eləyir. İlk növbədə Elgün İbrahimovun qatillərinin kim olması barədə sadəcə dəqiq məlumat verən şəxsə bax bu 10.000 manat, 5.000 avro ona veriləcək. Dəlil və sübut verəcəksə, bütövlükdə 20 manat pul alacaq. Tam gizli bir şəkildə istəsəniz Azərbaycanda, istəsəniz Türkiyədə, istəsəniz də Avropada. Nağd və ya hesaba köçürmə də olar. Artıq mənim çarəm qalmadı. Mən əslində hökumətə 72 saat vaxt vermişdim. Mənim videomdan sonra baş prokurorluq mənə dedi ki, Tural bəy, bu işin açılmasında biz də maraqlıyıq. Xahiş edirik, bizi günahkar çıxartmayın. Mən baş prokurorluğun sözlərinə əlbəttə ki, inanmadım. Ona görə də bu işi öz üzərimə götürürəm. Gəlin bu cinayətin üstünü hamımız birgə açaq. Bu işin arxasında Gəncədə polislər dayanıb. İstəmirlər ki, bir polis cəzalansın. Azərbaycanda bütün uğraşlıqların başında polis dayanmırmı? Narkotik satdırır, fahişəxanalar işlədir, cəmaatı şərləyir, tutur. Rüşvət, qudurğanlıq, özbaşınalıq, şəhid ailəsi, Qarabağ qazisi fərq etmir onlar üçün. Şərləyib tutduğu Qarabağ qazilərindən biri də mənim əmim Elmir Sadıqovdur. Əlqərəz, bu cinayətin arxasında kim olur olsun, ifşa edəcəyik. Ona görə də xahiş edirəm dostlar, bu videonu paylaşın, yayın, hamı görsün.